çoxu moleküllər daxil edək. İndi gəlin müşahidə edək. İkinci məndə biz nə dedik? Dedik ki, qurduğumuz cümlələrdən müəllim V sabit ola bilər, P sabit ola bilər, T sabit ola bilər. Gəlin birinci baxaq hansı alaq. Məsəl üçün mən izobar proses deyirəm. İzobar prosesdə nə sabit idi? Gəlin bax qıraqdan təzyiqi sabit saxladım. Təzyiqin sabit olduğu araqda, gəlin bir dənə düsturumuza baxaq. Təzyiq sabitdirsə, həcmlə temperatur necə asılıdır? Düz. Onda gəlin baxaq. Baxın, indi mən temperaturu yavaş-yavaş artırıram. Görürsünüz, oldu 305 Kelvin. Biraz da artırıram. Neçə oldu? 314 Kelvin. Mən temperaturu artırdıqca, görün qıraqda təzyiq nə edir? Baxın, daha doğrusu təzyiq dayanıb. Görürsünüz, 53.3-də də dayanıb. Bax, görə bilirsiniz, 53.3. Tərpənmə var? Yox. Çünki təzyiq hansı vəziyyətdədir? Sabit. Amma görün, buradan temperatur neçədir? 328. Həcm də getdikcə nə edir? Baxın, həcmə baxın, getdikcə nə edir? Artır. Yəni, tərsinəsini eləyək. Temperatur azaldıram. Baxın, həcm gördünüz nə edir? Azaldıq. Həcm getdikcə azalır. Eyni qaydada temperatur da oldu 295 Kelvin. Təzyiq isə yenə öz yerində qalıb. Demək ki, həqiqətən də izobar prosesdə təzyiq sabit olanda həcmlə temperatur necə asılıdır? Düz asılıdır. Burayla bağlı sual olan varmı? Xeyr, müəllim. Əla. Keçək ikinciyə. Deyirsən, müəllim, indi həcm sabitdir. Həcmin sabit olduğu prosesin adı nə idi? İzoxor. Ayso. Gəlin, izoxor. Həcmi sabit saxlayıram. Həcm sabit olanda dedik, təzyiqlə temperatur düz asılıdır. Baxaq. Temperaturu artırıram. Oldu 304 Kelvin. Baxın, oldu 59.9. Təzyiq artdı. Ya da temperaturu azaldaq biraz. Oldu 261. İndi baxın, 51.5. Həqiqətən də hər ikisi eyni anda artıb, eyni anda neynədir? Azaldı. Və həcmdə heç bir dəyişiklik yoxdur. İndi keçirəm növbəti prosesə. Növbət bu prosesdə bildik. Temperatur sabit olanda dedik, həcmlə təzyiq necə asılıdır? Bu hansı proses idi? İzotermik. Ayso. Gəlin baxaq. Deyirsən, müəllim, indi temperatur sabit saxlayın. Saxladım. Baxın, uşaqlar, həcmi getdikcə artırıram. Gördünüz, təzyiq azaldı. İndi həcmi biraz azaldıq. Tuta bilsəm, azalda biləcəm. Getdim. Balacalaşdırdım. Təzyiq gördünüz? Dəyişdi. 50.0 oldu. Və temperatur yenə eyni qaldı. Biraz da balacalaşdıra bilsəm, böyütdüm. Gördünüz, həcm mən böyütdüksə təzyiq neyini burada? Azalır. Həcm artdıqca təzyiq azalır. Temperatur isə eyni qalıb. Nə qədər qalıb? 261. Bir dəyişiklik yoxdur. Bax, burada dediklərimizi aşağıda tətbiq edib göstərdik. Burayla bağlı sual olan varmı? Xeyr, müəllim. Bax, indi keçirik bunların qəşəng testlərini işləməyə. Bax, həcmi artırmaq, təzyiqi dəyişmək, həcmi sabit saxlamaq, təzyiqi sabit saxlamaq bu deməkdir. Təcrübə əsasında öyrənilən şeylərdir.